Bilirsiniz, bizim hamımız üçün torpaq anlayışı ilk növbədə itirilmiş torpaqlarla bağlı idi. Çünki bu haqda sual işğal dövründə veriləndə hər birimiz itirilmiş torpaqlar haqqında düşünürdük. Və əminəm ki, cəmiyyətimizin əksəriyyəti inanırdı ki, biz bu torpaqlara qayıdacağıq. Düzdür, illər keçdikcə bu inam da tükənirdi. Və mən bunu hiss edirdim. 20-ci ilə qədər keçirdiyim keçmiş köçkünlərlə çoxsaylı görüşlər əsnasında. Mən hər zaman deyirdim ki, biz o torpaqlara qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Amma bəziləri görürdüm ki, gözlərindən hiss olunurdu ki, buna inanmırlar. Və onları da qınamaq olmaz, çünki 30 il ərzində torpaqları itirilmiş insanlar hansı hisslər keçirə bilər? Bu, başa düşüləndir. Ancaq mən daxilən hər zaman inanırdım ki, biz buna nail olacağıq. Birinci mərhələdə inanırdım ki, bəlkə də biraz sadəli idim. Sülh yolu ilə bunu həll etmək mümkün olacaq. Xarici tərəfdaşları inandırmağa çalışırdım. Hesab edirdim ki, onlar bu işin mahiyyətinə o qədər də varmırlar, bilmirlər ki, biz haqlıyıq, Ermənistan nahaq iş görüb. Amma sonra illər keçdikcə gördüm ki, yox, hər şey yaxşı bilirlər. Sadəcə olaraq hesab edirlər ki, onların böyük əksəriyyəti belə də olmalıdır. Belə də olmalıdır. Bu torpaqlar ermənilərə çatmalıdır. Yəni, bu onların dünya görüşüydü. Bunların, bilmirəm, hardan gələn, hansı qaynaqlardan gələn bir fikir idi. Və xüsusilə bu qərb həmkarlarıma aid olan məsələdir. Onlar hesab edirlər ki, belə də olmalıdır. Və qeyd etdiyim kimi, bəziləri deyirlər ki, siz reallıqlarla gərək barışasınız. İllər keçdikcə hərbi variantın labud olması ilə bağlı daha məndə heç bir şübhə qalmamışdır. Sadəcə olaraq hazırlıq işləri lazımi səviyyədə görülməli idi. Vətən müharibəsi dövründə torpaq mənim üçün hər azad edilmiş kəndin timsalında, necə deyərlər, ortalığa çıxırdı. Və hər bir şəhidin şəhid olması yeri torpaq idi mənim üçün. Hər gün itkilərlə bağlı məlumat alanda hansı hissləri keçirirdim, bunu sözlə demək mümkün deyil. Və artıq hamı yaxşı bilir ki, bir neçə dəfə əməliyyatın istiqamətinin dəyişdirilməsi də mümkün ola biləcək böyük itkilərlə bağlı idi ki, bu itkilər olmasın. Və müharibənin dayandırılması da 10 noyabrda bununla bağlı idi. Müharibə dayanmasaydı, itkilər qat-qat çox olacaqdı. Hər dəfə bayrağımız bir kəndə, şəhərə sancılanda mənim üçün Azərbaycan o torpağı idi. Nə deyim, 8 noyabrdan sonra nəzarətdə olmayan torpaq mənim üçün Azərbaycan idi. O torpağı qaytarmaq necə? Bəziləri deyirlər ki, heç kim imkan verməz. Bəziləri deyirdilər ki, daha bu qədər iş görmüsünüz, daha bəsdir. Bəziləri deyirlər ki, sizin adınız tarixə yazılıb, daha heç nə lazım deyil. Bir çox şeylər deyilib. Yəni, pis niyyətlə yox, sadəcə olaraq bəzi insanlar belə düşünürdü. Mən də düşünə bilərdim ki, indi Şuşa bizdədir, müharibədə qalib gəlmişik, Ermənistanı məğlub eləmişik.
Orada 2000 Rus zabiti, əskəri yerləşib. Qalsın sonraya. Bəziləri qalsın sonraya. Mən də elə düşünə bilərdim. Amma mənim üçün torpaq o idi, Azərbaycan o idi. Xankəndi idi, Xocalı idi. O da artıq azad olundu. İndi, necə deyək, torpaq deyəndə sözün düzü daha çox torpağın o keyfiyyətinə mən baxıram. Harada daha münbit torpaq var, harada yaxşı əkin aparmaq olar. Qarabağa gedəndə baxıram, görürəm, burada qara torpaq deyirəm, nə gözəl, məhsuldar torpaqdır. Artıq o torpaq anlayışı, yəni o zədəli, o yaralı torpaq anlayışı yoxdur. Bu da yaxşı haldır. Çünki artıq sülh dövrüdür, quruculuq dövrüdür. Biz bu dövrü yaşayırıq. Biz hamımız, cəmi 5 ay. Bunu bəlkə də heç axıra qədər dərk eləməmişik. Sülh şəraitində yaşamaq nə deməkdir? Amma eyni zamanda yenə də qayıdıram danışdığımız məsələyə. Hər an ayıq olmalıyıq, güclü olmalıyıq. Hər an öz torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq, hazır olmalıyıq və əminəm ki, bundan sonra heç vaxt bir qarış torpağımız heç kimin tapdağı altına düşməyəcək. Bunun üçün həm güc var, həm iradə var, xalqın birliyi var, güclü Azərbaycan dövləti var.